Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 15-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə və 20 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Profilaktik tədbirlər nəticəsində Nəsimi və Yasamal rayonlarında 4 paytaxt sakini 4 avtomat silahı və 43 patronu, həmçinin Sumqayıt şəhər sakini olan bir nəfər tapdığı tapançanı könüllü polisə təhvil verib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.